Hər vaxtınız xeyirli olsun. Radyo Vəkil proqramı efirdə öz işinə başlayır. Sizinlə mən Xəyal Orucoğludur və düz bir saat ərzində həm söhbət olacaq. Bugün də sizlə çox maraqlı bir mövzunu müzakirə edəcəyik və əlbəttə ki, sizi maraqlandıran sualları da cavablandırmağa çalışacağıq. Suallarınızı indidən yazın, göndərin ki, qabağa düşən tərəf siz olasınız, vaxtında suallarınız səslənsin və sizi maraqlandıran, eləcə də bizim üçün də maraqlı olan məsələlərə birlikdə aydınlıq gətirmiş olaq. Nömrələrimiz bəllidir. Bilməyənlər üçün bir daha xatırladım ki, 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Bizi hal-hazırda həm sosial media hesablarına da izləmək mümkündür. Qeyd edim ki, Yurd FM-in və Vaxt Medianın YouTube və TikTok səhifələrində hazırda canlı yayımdayıq. Oradan da suallarınızı göndərə bilərsiniz və bundan savayı öz suallarınızı bizə WhatsApp üzərinə, yəni radioda bizi dinləyən dinləyicilərimiz Yurd FM-i dinləyən 90.7 tezliyində olan 099 6 907 907 WhatsApp nömrəsinə öz suallarınızı göndərə bilərsiniz. Biz burada cavablandırmağa çalışacağıq. Bugün də maraqlı bir mövzunu sizinlə birlikdə müzakirə edirik. Və istərdim ki, qonağımızı sizə təqdim edim. Xəyalə Məmmədova bugün bizim vəkil qonağımızdır. Xoş gəlib, səfa gətirib. Çox sağ olun, minnətdaram. Dəvətinizə görə təşəkkür edirəm. Çox sağ olun Xəyalə xanım. Biz də təşəkkür edirik həm də ona görə ki, dəvətimizi qəbul edib gəldiniz və bu bir saat ərzində bizə hüquqi maariflənməyimiz istiqamətində müəyyən bir dəstək göstərəcəksiniz. Suallarınız varsa yaza bilərsiniz 099 6 907 907 WhatsApp nömrəsinə və bugün də aktual olan bir mövzunu sizlə, dinləyicilərimizlə, eləcə də özümüz müəyyən bir formada müzakirə edəcəyik. Vərəsəlik, kifayət qədər suallar gəlir Xəyalə xanım bununla bağlı və dinləyicilərimizi maraqlandıran kifayət qədər məsələlər var bu istiqamətdə. Ev, vərəsəlik və ümumiyyətlə hansı halda necə açılır və bu məsələni müzakirə edəcəyik. Ümumiyyətlə vərəsəlik anlayışı nədir və kiminsə vərəsəsi olmaq üçün nə olmalıdır ki və nə etməliyik ki o vərəsəlik proseduru normal qaydasında geçsin, biz vərəsə olaraq tanınaq. Buyurun, zəhmət olmasın. Deməli, ümumiyyətlə vərəsəlik başlanması üçün məlum olduğu kimi şəxsin ölümü gerçəkləşməlidir. Şəxsin ölümündən sonra qanunvericilik iki formada vərəsəlik institutunu nəzərdə tutub, qanun üzrə vərəsəlik və yaxud da ki vəsiyyət üzrə vərəsəlik. Bəli. Qanun üzrə vərəsəlik bizə qanunvericiliyin verdiyi hüquq nəticəsində əmələ gələn vərəsəlikdir və mülki məcəllə ilə qanunvericiliyimizdə vərəsəliyin növbələri müəyyən olunmuşdur. 5 növbə şəklində bölünmüşdür. Və yaxud da ki, vəsiyyət üzrə vərəsəlik mümkündür. Vəsiyyət üzrə vərəsəlikdə artıq həmin növbələrdən olmayan bir şəxsdə vəsiyyətnamə üzrə vərəsə olmağı mümkündür. Bundan ötürü şəxsin ölümündən əvvəl notarial qaydada təsdiq olunmuş, yəni notariusda belə deyim də könüllü arzusunla bir vəsiyyətnamə qoyması vacibdir və zəruridir. Əgər belə bir vəsiyyətnamə qoyulubsa, şəxsin ölümündən sonra vərəsələrin, qanun üzrə vərəsələrin və yaxud da vəsiyyət üzrə vərəsələrin notariat orqanına müraciəti əsasında vəsiyyət açılır, vəsiyyətnamə açılır və həm qanun üzrə vərəsələrin, həm vəsiyyət üzrə vərəsələrin dairəsi müəyyən olunur. Əgər müəyyən olunarsa... Buyurun. Əgər müəyyən olunarsa ki, vərəsə üzrə, qanunvericilik üzrə birinci növbə şəxsin sağ bir vərəsəsi var, lakin vəsiyyətnamə üzrə əmlak başqa bir şəxsə vəsiyyət olunubdur. Bu halda həm birinci növbədən qanun üzrə vərəsə öz məcburi pay hüququnu əldə edə bilir, həm də vəsiyyət üzrə vərəsə öz pay hüququnu əldə edə bilir. Vəsiyyət üzrə vərəsə, qanun üzrə vərəsə varsa, vəsiyyət üzrə vərəsə öz yarı payını götürür, digər yarı pay məcburi pay olaraq qanun üzrə vərəsələr arasında bölünür. Burada vəsiyyət üzrə vərəsə, deyək ki, məsələn, ailə üzvü olmaya da bilər, düzdürmü? Bəli. Amma bu halda həm də ailə üzvlərinin də haqqı olan məsələ qalır. Bəli, düzdür? Deyək ki, misal üçün, şəxs öz əmlakını bağışlayıb bir şəxsə, vəsiyyət edib daha doğrusu. İndisə vəfat edib. Belə olan halda şəxsin həm də deyək ki, övladı da var, qızı var, oğlu var və s. Belə olan halda bölgü necə gedəcək? Deyək ki, vəsiyyət üzrə olan vərəsənin payı necə bölünəcək? Deyək ki, bir oğlu, bir qızı varsa onlara bu formada necə pay düşəcək? Vəsiyyət üzrə vərəsə miras əmlakın yarısını vəsiyyət üzrə qəbul eləyir. Digər yarısı isə, tutaq ki, dediyiniz kimi 2 sağ vərəsəsi varsa, bir oğlu, bir qızı, o 2 vərəsə arasında yarı bölünür. Oğlu və qız arasında yarı bölünür. Yəni 50% çatır vəsiyyət üzrə olan, vərəsiyə, yerdə qalan 50% isə 4də 1 qıza, 4də 1 də oğula.
Bəs orada o 50%-də həm də o vəsiyyət üzrə olan vərəsənin də payı qalırmı? Artıq yox. Çünki Artıq yox, o yarı pay sırf ayrılır mirasda məcburi pay hüququ olan şəxslər üçün. Vəsiyyət üzrə vərəsənin məcburi pay hüququ yoxdur axı ona görə. Aha. Orada ancaq qanun üzrə vərəsənin payı var. Amma ola bilər ki, həmin məsələn 5 övladı var və yaxud da birincisində övladı var şəxsin, həmin ilə övladlarından birinə həm də vəsiyyətnamə qoymuş olsun. O halda həmin övlad həm vəsiyyət üzrə yarısını götürür. Bəli. Həm də digər qardaş bacıları kimi məcburi pay hüququ olduğu kimi, tutaq ki 4 övladdılarsa, o yarı 4 övlad arasında bölünəndə həmin o övlad bir daha nəzərə alınırdı. Elə bil həm yarı pay, həm də yarıdan əlavədəki onun öz hissəsi də 4/1, bir daha 8/1 də elə bil. Yəni burada cəmlənir. O halda o 50%-dən də şəxsə pay düşəcək ki, misal üçün şəxs öz əmlakını övladına deyək ki, vəsiyyət etmiş olsun. Bu halda 50% həmin o vəsiyyət olunan övlada düşür. Yerdə qalan 50% isə həm ona, həm də yerdə qalan digər bacı qardaşlara. Yəni həm payı daha çox olmuş olur da, nəticədə payı daha çox olmuş olur. Daha çox olmuş olur. Suallarınız varsa yaza bilərsiniz. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Siz öz suallarınızı bizə həm sosial media hesabından, həm də Vaxt Medianın və Yurd FM-in YouTube və TikTok səhifələrindən ünvanlaya bilərsiniz. Bir dinləyicimiz soruşur ki, ana alimenti vermir, həbs düşürmü? Ona 1500 belə başa düşdüm ki, borcu var. Ana alimenti vermir. Bu dəfə aliment verən tərəf belə anladım ki, anadır, o da alimenti vermir və soruşur ki, ona belə olan halda həbs edilə bilərmi? Deməli, bəli, məlum olduğu kimi qanunvericilik bir ayrı seçkiliyə yol vermədiyi üçün həm anadan, həm də atadan aliment tutulması mümkündür. Gördüyümüz situasiyada da məlum olur ki, uşaq ata ilə qalıbdır və alimenti ödəməyən şəxs anadır. Bəli, anaya inzibati qaydada həbs olunması mümkündür. Yalnız o halda həmin ananın inzibati həbsdən yayınması mümkün ola bilər ki, həmin ana təkrar nigaha daxil olub və yaxud da ki, yəni yeni bir dünyaya gəlmiş övladı var, himayəsində başqa bir az yaşlı övladı var. Yəni 8 yaşına qədər himayəsində övladı olarsa, o halda ona inzibati həbs yox, inzibati cərimə düşür. Hər bir halda məsuliyyətə cəlb olunur, sadəcə cərimə növündə. Amma himayəsində az yaşlı uşağı yoxdursa, bəli, inzibati həbs olunması qanunvericiliyə mümkündür. Aydındır. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Suallarınızı ünvanlaya bilərsiniz. Biz bu müddət ərzində sizin suallarınıza cavab verməyə çalışacağıq. Eyni zamanda bizi həm Vaxt Medianın, həm də Yurd FM-in YouTube və TikTok səhifələrindən izləmək də mümkündür. Oradan gələn sualları da hamısına bir-bir ayrı-ayrılıqda aydınlıq gətirməyə çalışacağıq. Bir sualımız da belədir ki, bir dam altında 4 mənzilim var və sual ondan ibarətdir ki, çıxarış, torpaq və tikiliyə var. İndi hərəsinə çıxarış almaq lazımdır. Giriş, yəni blok var və hər mərtəbədə də 2 mənzil var. Layihə normativlə işlənib. Yol göstərər də zəhmət olmasa necə bu çıxarışı əldə etmək olar? Deməli, məlum olduğu kimi burada bir paylı mülkiyyətdən söhbət gedir. Amma qanunvericiliyimizdə müəyyən ayrıcı çıxarış nəzərdə tutursa, böyük ehtimal ki, şəxs onu nəzərdə tutur ki, həmin əmlakı paylı mülkiyyətdən ayıraraq ayrıca çıxarış verilməyini istəyir şəxs. Lakin çox təəssüf ki, qanunvericiliyimizdə paylı mülkiyyətdən çıxarılmanın öz tələblərindən, vacib tələblərindən biri ondan ibarətdir ki, əmlak bir dam altında yerləşməməlidir. Bir dam altında yerləşirsə, ona çıxarış ancaq paylı şəkildə verilə bilər. Yəni, o əmlak naturada bölünməsi mümkün deyilsə, faktik olaraq bir dam altında yerləşirsə, ona fiziki qaydada ayrı çıxarış, yəni paylı mülkiyyətdən ayıraraq müstəqil çıxarış əldə edə bilməyəcəklər həmin şəxslər. Yəni hətta normativ formada tikilmiş olsa belə də yəni almaq mümkün olmayacaq. Yəni çıxarış ona zaten verilir. Normativ tələbi pozulsaydı zaten ona məsələn çıxarış verilməz. Ona çıxarış verilir. Paylı mülkiyyətçi kimi hüququ tanınır. Amma bu əmlak bir dam altında yerləşən, ümumi divara olan əmlak və bir də ki ümumi həyətdən çıxışı olan əmlaklar, bunlar yəni bu tələblərin hamısı paylı mülkiyyət üçün şamil olunan tələblərdir. Hazırki situasiya onun paylı mülkiyyətdə olduğunu göstərir. Yəni onun fiziki cəhətdən damın altından da bir mənzil necə çıxacaq? Demək ki, texniki cəhətdən naturada bölgü mümkün deyil. O halda da artıq paylıdan çıxa bilməyəcək. Onların çıxarışları paylı mülkiyyət olaraq qalacaq. Yəni hazırki halda qalacaqlar.
Bir dinləyicimiz də YouTube-dan bizə yazıb, Vaxt Medianın YouTube səhifəsindən göndərib sualını deyir. Mənzil notariusun təsdiqi ilə vəsiyyətnamə ilə bağışlanılıb. Vəsiyyət edən vəfat etdikdən sonra mənzil ada keçmə qaydası və lazımi sənədlər nələrdir ümumiyyətlə? Necə edə bilərik? Hesab edirəm ki, bayaq qeyd elədiyimiz məsələ ilə, yəni oxşar bir sualdır. Yəni burada bir vəsiyyət üzrə vərəsədən söhbət gedir. Şəxsin ölümündən sonra qeyd elədiyimiz kimi müraciət eləməlidir həmin o vəsiyyət üzrə vərəsə olan şəxs notariat orqanından. Notariat orqanda əlbəttə ki, müəyyən bir sənədlər siyahısı var və həmçinin əgər bilmirsə ki, hansı notariat ofisində vərəsə vəsiyyətnamə qoyulubdur, həmin notariat ofisi tərəfindən ona məlumat veriləcək ki, hansı notariat ofisində vəsiyyətnamə qoyulub və vəsiyyətnamə belə deyim də müraciət əsasında açılır və şəxsə 6 ayın tamamında və vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi təqdim olunur. 6 ayda ona görə gözlənilir ki, bayaq qeyd elədiyimiz kimi mirasa məcburi pay hüququ olan şəxslər var, onların dairəsini müəyyənləmək hər bir halda zəruridir. Dinləyicilərimizdən gələn suallar var. Bayaqdan sualı gözləyirəm ki, görüm yazılanlar necə olur. Ola bilsin ki, internetlə bağlı problem olub. İndi suallar da kifayət qədər artdı və gələn suallar da kifayət qədər çoxdur deyir. Boşanmışam, soy adımdan hələ də çıxmır xanım, nə edə bilərəm? Maraqlı məsələdir. Bəli, maraqlı məsələdir. Çox verilən suallardan biridir. Burada təəssüf ki, şəxsin edə biləcəyi bir şey yoxdur. Hətta bununla bağlı müəyyən şəxslər var ki, məhkəməyə müraciət ediblər və xanımlarının, onların, daha doğrusu keçmiş xanımlarının onların soyadından məcbur çıxmasını tələb ediblər. Bizim qanunvericimiz qəti şəkildə buna yol vermir. Çünki bu qərarı nigaha daxil olan zaman hər iki tərəf, yəni artıq o soyad verilibsə bir dəfə ki, nigaha daxil olanda şəxslər ərizə veriblər və o nigaha daxil olanda xanımına icazə verib ki, onun soyadını qəbul eləsin. Bəli. Ondan sonra artıq soyadı geri istəmə deyə bizim qanunvericimizdə bir anlayış təəssüf ki, nəzərdə tutulmamışdır. Bəs dinləyicimiz üçün o bir problem yarada bilərmi? Məsələn, Xeyr, heç bir problem yəni yoxdur. şəxsin soyadında qalması və s. Sadəcə bizim belə cəmiyyətimiz mənəvi olaraq bəzən müəyyən mövzularda sırf bu mənəvi həssaslıq mövzudur, mentalitet mövzudur və s. Yəni müəyyən şəxslər müəyyən indi öz ailə daxili səbəblərdən o şəxsin soyad daşımağını istəmirlər. Qanunverici ilə o hüquq verməyən bir şeydir zaten. Bir dinləyicimiz də soruşur ki, bir nəfər məndən deyir pul aldı kampaniya adıyla, üstünə güya pul gələcək dedi. İndi vermir, nə edə bilərəm? Bəli, burada dələduzluq faktı görünür. Lakin bu faktın, dələduzluq faktının olub-olmadığını müəyyən edən qurum bizim polis orqanları da Daxili İşlər Nazirliyi, Daxili İşlər Nazirliyinin yerli qurumlarıdır. Şəxs tövsiyə elərdim ki, birinci 102 qaynar xətti vasitəsilə Daxili İşlər Nazirliyinə öz şikayətini bildirsin və yaxud da öz yaşadığı üzrə rayon polis idarəsinə müraciətini, şikayətini bildirə bilər. İlkin olaraq dələduzluq faktının müəyyən olub-olmadığı araşdırılacaq. Ola bilər ki, həmin şəxs bundan başqa şəxslərə də eyni hərəkət edib. Fakt üzrə ola bilər ki, artıq bir cinayət işi var, hətta onu qoşacaqlar həmin cinayət işinə. Ola da bilər ki, cinayət işinin başlanmasına rədd qərarı müəyyən olunsun və dələduzluq faktının olmadığı müəyyən olunsun. Bu halda artıq həmin o qərarı, cinayət işinin başlanmasına rədd edilmə barədə qərarı aldıqdan sonra şəxs artıq ona polis tərəfindən izah olunur ki, mülki qaydada məhkəmə müraciət edərək verdiyi pulu geri tələb edə bilər pul şəklində. Aydındır. Dinləyicilərimizdən gələn bir xeyri sual var. Eləcə də izləyicilərimiz hal-hazırda bizə həm də TikTok hesabımızdan, Vaxt Medianın TikTok hesabından yazırlar. Mən qısaca bir reklam fasiləsinə ayrılacaq radio dinləyicilərimiz üçün. Amma sosial şəbəkədə bizi izləyən izləyicilərimizə deyirəm ki, onlar heç yerə getmirlər. Onların sualını indi də cavablandıracağıq. Kimlər ki, sualını yazıblar, dinləsinlər. Xəyali xanım bu müddət ərzində də sizin suallarınıza cavab verəcək. Neotek. Qaldığımız yerdən davam edirik. Xəyali Məmmədova vəkil qonağımızdır. Radio Vəkil proqramını dinləyirsiniz. Həm dinləyicilərimiz, həm də izləyicilərimiz üçün deyim ki, öz suallarınızı bizə yazıb göndərə bilərsiniz 099 6907 907 WhatsApp nömrəsinə. Eləcə də bizim sosial media hesablarında hazırda canlı yayımdayıq. Vaxt Medianın və Yurt FM-in YouTube və TikTok səhifələrinə də öz suallarınızı göndərə bilərsiniz. Hazırda orada da canlı yayımımız var. Bir dinləyicimiz soruşur ki, mənsiz qardaş və bacı bölüblər ata mülkümü, 15 il keçib, mən iddia qaldıra bilərəmmi? Onlar atamın adına plan və s. nə bilim, tək anamın adından sonra isə qardaş bacımın adına keçiriblər, mənim xəbərim olmadan. Bax, belə bir hal baş verib, 15 il əvvəl olub, indi yenidən iddia qaldıra bilərmi? Soruşur. Şəxs təəssüf ki,
Orada artıq işin incəliklərini biz bilmədik, amma 15 il keçibsə, onun hesab edirəm ki, iddia qaldırmaq müddəti ötürübdür. Çünki 15 il qabaq son belə deyim də 2 ilə qədər qanunvericimizdə belə bir tələb vardı ki, əgər məsələn vərəsəliklə o həyata keçirilibsə, vərəsəliyə müraciət müddəti var idi ki, 6 ay ərzində vərəsə müraciət edilmirsə, vərəsəliyin qəbul müddətini ötürmüş olurdu. Bəli. Bu şəxs bunu yalnız o halda belə deyim də irəli sürə bilər ki, atasının öldüyündən və yaxud da anasının öldüyündən məsələn məlumatlı olmasın. Bu da real deyil. Şəxs necə valideynin öldüyündən məlumatlı olmasın? Valideynin öldüyündən məlumatlı olduğu halda qanunvericiliyin tələbi ondan ibarətdir ki, sən bacı qardaşın nə əməliyyat elədiyini bilməsən də, sən özün şəxsən gəlib notariat orqanına müraciətini bildirib vərəsəni miras əmlakı qəbul etdiyini bildirməli idin. Yəni orada gizlətmə prinsipdə mümkün deyil. Gizlətmə dediyim kimi ancaq o halda ola bilər ki, ata-anasının öldüyünü bilməmiş olsun və onu məhkəmə qaydasında sübuta yetirmiş olsun ki, mən indi bildim və indi iddiamı qaldırıram. Ancaq bu şəkildə mümkün ola bilər. Bir boşanma zamanı mən əmlak məsələsində qaldıra bilərəmmi? Bəli, əlbəttə boşanma ilə eyni vaxtda əmlaki tələbini də qaldırmaq mümkündür. Aydındır. Bir dinləyicimiz az əvvəl soruşurdu ki, ümumiyyətlə bu qızıl evlənmək zamanı verilən qızıllar əmlak olaraq kimin sayılır? Evlənmə vaxtı o belə deyim də, nigahı daxil olan tərəflərə, toy olan tərəflərə verilən qızıllar bu hədiyyə kimi qəbul olunur və hansı tərəfə, qadına və yaxud da kişiyə kimə hədiyyə olunubsa, boşanma vaxtı da həmin şəxsin özündə qalır. Çünki onu hədiyyə olaraq qəbul edirlər. Həmin şəxsin özünə aid olur. Bir dinləyicimiz yazıb ki, Saatlı rayonunun Çolpa kəndindənəm. 97-ci ildə islahat gedən zaman mənim 174 nömrəli pay torpağım mənə verilib. 2025-ci ilə kimi istifadə eləmişəm. 2005-ci ildə rayonda məndən xəbərsiz mənə verilən 174 nömrəli torpaq 173 ilə dəyişdirilib. Aktım dəyişdirilib məndən xəbərsiz. Mən o zaman etirazımı bildirdim. Onlarsa dedi ki, çıxarış verilən zaman 174 nömrəli torpaq veriləcək yerli bələdiyyəyə. 22 ildir 174 nömrəli torpaq başqasına verildi. Mən isə 173 nömrəli islahata yararsız torpaq verildi. Öz torpağımı geri necə ala bilərəm? Məsələ ondan ibarətdir ki, əgər şəxs o vaxtdan məlumatlı olubsa, hər bir halda məhkəmə qaydasında iddiasını qaldırmalı idi. İndi də müraciət edə bilər. Amma ola bilər ki, ona indi məhkəmə tərəfindən bildirilsin ki, sən məhkəmədə müraciət etmək üçün iddia müddətini ötürmüsən. Artıq sən məlumatlı ola ki, sənin torpağı məsələn başqasına verdilər. Qanunverici sənə o vaxtda da hüquq verirdi ki, məhkəmə müraciət eləyəsən, ona sənin torpağının başqasına verilməsinə dair aktın etibarsızlığını istəyəsən. Yəni bunu bilə-bilə susubsa şəxs, heç bir rəsmi iddia qaldırmayıbsa, müddətin ötürülməsi anlayışı şamil ola bilər. Amma yox, bütün qaydada sübuta yetirsə ki, mən həmin vaxtda bütün mövcud imkanlardan istifadə edərək müraciətlərimi eləmişəm və s. Yəni mən müddəti ötürməmək üçün əlimdən gələni eləmişəm. Bu illər ərzində də daim torpağımı almaq üçün rəsmi qaydada orqanlara müraciət edərək çalışmışam. O halda ola bilər ki, bəli doğrudan da digər akt etibarsız hesab olunsun və o torpaq onun belə deyim də özünə qaytarılsın. Burada əsas məhkəmənin qiymət verməli olduğu məsələ iddia müddətinin ötürülüb ötürülmədiyi məsələsidir. Bir dinləyicimiz də soruşur ki, yoldaşımla ayrılırıq, evdə uçotdayam, 2 uşaq var. Məni uçotdan çıxara bilər, evdən çıxmamışam hələ ki. Deməli, orada evdən qeydiyyatdan çıxarılma məsələsi belədir ki, şəxslər böyük ehtimal bu cür sual verirsə şəxs, o nigahdan alınan ev deyil. Nigahdan alınan ev deyilsə, əlbəttə ki, boşanma bitəndən sonra o xanım artıq belə deyim də mülkiyyətçinin keçmiş ailə üzvü olacaq. Keçmiş ailə üzvünü də şəxsin bəli uçotdan, yəni qeydiyyatdan çıxartmaq hüququ var. Yetkinlik yaşına çatmayan şəxslər də məsələn sual verən anadsa, ana ilə qaldığı halda avtomatik olaraq axı məhkəmə ananın himayəsinə verilibsə, uşaqların yaşayış yeri də ananın yaşayış yeri ilə eyni hesab olunur. Ana qeydiyyatdan çıxırsa artıq onun himayəsində olan azyaşlı uşaqların da qeydiyyatdan çıxarılması ola bilər. Amma müəyyən hallarda olur ki, məhkəmə övladları saxlayır, çünki övladlar axı keçmiş ailə üzvü olmadılar. Müəyyən hallarda məhkəmə övladları saxlayır, amma keçmiş arvadı çıxardır qeydiyyatdan və ya da keçmiş əri. Bir dinləyicimizə soruşur ki, atam 4 il əvvəl vəfat edib. Ev babamın adına olub. O atama vəsiyyət etməyib, atam da mənə vəsiyyət etməyib. Əmilərim, biblərim vəsiyyətdən imtina edib, amma mən hələ də evi öz adıma keçirə bilmirəm. Notariusda da deyir, işim qəlizdir. Ümumiyyətlə, bunu necə edə bilərəm?
notarius işim gəlisi deyirsə, demək ki, notariat orqanına müraciət eləyibdir. Artıq orada daha doğrusu notarius işi qəlizləşdirir, belə başa düşdüm. İşini qəlizləşdirən səbəbləri biz müəyyənləməliyik. Yoxsa belə qanun əlbəttə ki, ona imkan verir ki, onun atası vəfat edibsə, yəni orada vəsiyyətnamə olmadan da öz atasına çatası miras payını belə deyim də qəbul edə bilər. Orada əmilər bibilər də imtina eləyibsə və yaxud da ki, əmilər bibilər də öz özlərinə düşəcək payı da bu müraciət edən şəxsin xeyrinə imtina eləyirlərsə, hesab edirəm ki, bir problem olmamalıdır. Amma yaxşı olardı ki, səbəbini qeyd edərdi ki, qəlizləşdirən səbəb nədir? Bəlkə hər hansı bir sənədi çatmır və yaxud da müəyyən şəxslər... Nə deyib qəlizləşdirirlər? Bəli, müəyyən son vaxtlar ən çox nələrdə şəxslər problem yaşayırlar, mən sizə bildirim. Deməli, ölən şəxs, tutaq ki, miras qoyan babadan söhbət edirik də, orada babanın adına olubsa mülk, miras qoyan babadır. Miras qoyanın birinci növbə vərəsələrinin hamısının öldüyünü dair sənədlər, şəhadətnamələr olmalıdır, ölüm şəhadətnamələri yerində olmalıdır. Tutaq ki, babanın, ata və anasının ölüm şəhadətnaməsi olmalıdır və bunlar da çox köhnə illərdir də, belə deyək. Müəyyən hallarda şəxslərdə o şəhadətnamələr olmur və onlar məhkəmə müraciət edib öz babalarının ata-anasına ölüm şəhadətnaməsi almaq olurlar və əlbəttə ki, yəni vətəndaş üçün də bu, belə deyim də, özünə əngəl hesab edir, zaman sərf elədiyi üçün, xərc sərf elədiyi üçün, belə onu özünü qəlizləşdirən məsələ olaraq qiymət verir. Yəni ola bilər ki, bu səbəblər olsun. Çünki o düzü 100 il bundan əvvəla olmuş olsa belə, ölən şəxsin ölüm şəhadətnaməsini notarius təsdiq tələb eləyir. Və yaxud da ki, babanın özünün tutaq ki, metrikasının təqdim edilməsini istəyir notarius. Doğum şəhadətnaməsi. Bəli, doğum şəhadətnaməsinin. Sistemdə isə o babanın doğum şəhadətnaməsi çıxmırsa, onun da məhkəmə qaydasında bərpa edilməsi zərurəti yaranır ki, dediyim kimi, bunların hamısı zaman tələb elədiyi üçün şəxslər bəzən yorulurlar bu prosesdən və ola bilər ki, doğrudan da belə bir problem olmuş olsun. Bir dinləyicimiz də yazıb ki, deyir, notarius da daha doğrusu asan xidmətdə gedib deyir, vərəsəliyi açdırmışam. Üstündən 9 ay keçib təzədən mi başlamalıyıq? Yəni prosedur necə olur deyəsən, hələ də uzun müddətdir ki, bir cavab ala bilməyib. Bilmirəm indi tam olaraq niyə? Şəxs yenidən geçsin həmin müraciət etdiyi asan xidmətdəki həmin hansı asan xidmətdə olubsa, həmin qurumdakı notariat ofisinə onun çatışmayan bir sənədi varsa, onu olub-olmadığını müəyyənləsin. Bəlkə artıq vərəsəlik şəhadətnaməsi verilməsi mərhələsindədir. Notariat orqanı şəxsin gəlib vərəsəlik şəhadətnaməsini götürməyini gözləyir və yaxud da çatışmayan bir sənədi var imişsə, o sənədin təqdim edilməsini gözləyə bilərlər. Yəni hər bir halda notariat ofisinə şəxs getməlidir ki, o məsələnin mahiyyətini araşdıra bilsin. Bir dinləyicimiz də soruşur ki, Xətai rayon üzrə ev alınıb 2024-cü ildə sənəd bələdiyyə sənədidir. 2007-ci ilin aprel ayı arxiv sənədi var. Etibarnamə ilə alınıb, lakin ilkin alqı-satqı müqaviləsi var. Pulsa banka qoyulub. Alqı-satqı müqaviləsinə əsasən satıcı tərəf bankdan həmin məbləği çıxarıb. Etibar edən şəxs rəhmətə gedərsə, mən həmin şəxsin varisi olmadan nə vaxtsa sənəd ala bilərəmmi? Deməli, bu bundan sənəd almaq mümkündürmü? Hazırki problemlərdən biridir. Hazırki qanunvericiliyimizdən xeyr, çox təəssüf ki, o 2004-cü ildə qeyd elədiyi bələdiyyə sənədi kimin şəxsin adınadırsa, o şəxs ölübsə, onun ancaq vərəsəsi, varisləri vasitəsindən o bir sənəd ala bilər. Bəli, ilkin alqı-satqı müqaviləsi onun pul ödədiyini təsdiq edən bir sənəddir. O deməkdir ki, o varis artıq o əmlakı ondan geri istəyə bilməz. Amma ona hüquq vermir ki, hazırki qanunvericiliyi ona hüquq vermir ki, o vərəsə olmadan, o varis olmadan o əmlakı alqı-satqını həyata keçirsin və yaxud da ki, əmlakı çıxarış almağını həyata keçirsin. Çünki orada məsələ onun ibarətdir ki, bələdiyyə qərarı ilkin kimin adınadırsa, həmin şəxsin ilk olaraq özünün adına özəlləşdirilməlidir, sonra onun vərəsələrinə keçməlidir. Sonra artıq həmin vərəsə ilkin alqı-satqı müqaviləsini rəhbər tutaraq orada ödənilmiş pul çıxarılmaqla belə deyim də, yenidən alqı-satqı həyata keçirilib, alıcının adına keçirilməlidir. Vərəsəsiz bir sözdən eləyə bilməyəcək. Bəzi sualları sosial şəbəkədən xüsusən də izləyicilərimiz yarımçıq yazırlar. Mümkündürsə onu tam şəkildə yazın. Əvvəli yoxdur və mən ardından da sualın əvvəlini tutuzdura bilmirəm. Təəssüf ki, ona görə də suallarınızı tam şəkildə yazıb. Bir dinləyicimiz yazıb ki, yoldaşımdan ayrılsam mənə nəsə düşürmü? Ev qaynatamın adınadır. Evin təmir olunmasında pul qoymuşam. Deməli, qaynatanın adına olan mülkdən təəssüf ki, gəlin bir pay əldə eləyə bilməyəcək. Bu hissəsi qətidir. Sadəcə, əgər ciddi sübutları varsa, pulun verilməsindən bağlı, təmirə vəsaitin xərclənməsindən bağlı belə deyək, ancaq o qoyduğu vəsaitlə bağlı, ailə büdcəsindən artıq nigahda qoyublarsa, nigah dövründə məsələn ər-arvad olaraq o təmirə 10.000 manat vəsait qoyublarsa, xanım orada 5.000 manatın
ona geri qaytarılmasına bağlı bir iddia qaldıra bilər. Amma dediyim kimi lazım, vacib olan məsələ ondan ibarətdir ki, 10.000 manat təmirə pulun verdiyini sübuta yetirə bilsin. Bu halda mümkündür, pulu istəyə bilər, ancaq pulu. Bir dinləyicimiz də soruşur ki, 4 ayda qızıl almışam, 7 aya pulunu verəcəkdim. Məbləği qaldırıb polisə verməklə hədəliyir məni. Yəni indi deyək ki, misal üçün 5 manat verəcəksən, deyir ki, yox 15 manat verməlisən. Burada Polisən hədəliyir. Buradakı ciddi problem də odur ki, böyük ehtimal onların arasında müqavilə yoxdur. Müqavilə olmadığı üçün nə polis, nə məhkəmə, nə biz vəkil olaraq oradakı müqavilə şərtlərinə baxa bilmirik. Burada bir şifahi razılaşmadan söhbət gedir. Söz yox ki, heç bir şəxs qanunsuz olaraq bir məbləğ artıra bilməz. Buna qanunvericilik yol vermir. Amma onu deyim ki, sizə bu sualı verən şəxsin özünün də elə hüququ var ki, elə indidən heç qarşı tərəfin müraciətini gözləmədən özü polisə müraciət edə bilər ki, artıq mənə bir aldatma faktı var. Heç olmasa müqavilə olmasa belə bir belə deyim də öhdəlikdən yayınmış şəklində onun müraciətinə baxılsın. Dinləyicilərimizdən gələn suallar var. İzləyicilərimizdən biri yazıb ki, nənəm 1989-cu ildə bütün əmlakını mənə, yəni nəvəsinə vəsiyyət edib. Ev 2025-ci ildə öz adıma keçirmişəm evi və nənənin pay torpağı mənə aiddirmi vəsiyyətnaməyə görə? Yoxsa digər nəvələr də həmin pay torpağında pay haqqı istəyə bilər. Nənəm 1998-ci ildə rəhmətə gedib, nənəmin də bir oğlu olub. Atam o da 2013-cü ildə rəhmətə gedib. Yəni nənənin bir oğlu olub, o da şəxsin atası olub, o da qeyd olunan tarixdə, yəni 2013-cü ildə vəfat edib. Deməli, burada necədir məsələ? Əgər nənə o vəsiyyətnamədə sadəcə o adına olduğu evi göstəribsə, bu şəxs vəsiyyət üzrə o qeyd olunan torpağı götürə bilməyəcək. Amma nənənin doğrudan da tək övladı və tək vərəsəsi belə deyək, bu şəxsin atasıdırsa, atası artıq 2013-də öldüyünə görə bu nəvə, hazırki sualı verən şəxs belə deyək, qanun üzrə vərəsədir orada. Atasının belə deyim də varisi kimi qanun üzrə vərəsədir. Əlbəttə ki, notariat orqanına müraciət edə bilər hər bir şəxs, hər bir halda mövzu olan sənədlər təqdim olunmalıdır. Bu 2025-də keçibsə o birisi belə deyim ev artıq mövzu olan bir vərəsəlik işi var. Bu pay torpağından bağlı sənədlərdə həmin vərəsəlik işinə əlavə olunur. Bu dəfə ona vəsiyyət üzrə yox, qanun üzrə vərəsəlik şəhadətnaməsi veriləcək hesab edirəm ki. Və orada digər nəvələrin pay hüququ zadı varmı belə yəni? Bəli, əlbəttə ki. Çünki məsələn bu sual verən şəxsin özünün qardaş bacısı ola bilər. Bu artıq vəsiyyət üzrə vərəsə deyil. Qanun üzrə vərəsədə digər məcbur pay hüququ olan şəxslərlə bərabərdir. Məsələn dedik ki, tək oğlu var. Ola bilər ki, tək oğludur, amma qızı da, nənənin qızı da olmuş ola bilər də. Bu halda o qız da vərəsədir. Bir dinləyicimiz də soruşur ki, anamın evində 2 nəvəsi var qeydiyyatda. Anam öz payını mənə bağışladı. O nəvələr xəbərsizdirlər, bilmədilər bunu. Biləndə nəsə problem ola bilərmi? Biləndə nəsə problem ola bilərmi? Sadəcə o nəvələrin biraz açıqlamasını yaxşı olardı ki, versin öz övladıdır, yoxsa başqa qardaş bacının mı övladıdır? Yəni qeydiyyatda olması... Və yaxud da ki, o nəvələrin ata-anası. Orada qeydiyyat çox da bir rol oynamayacaq. Məsələn, şəxsin öz övladıdırsa, heç bir problem ola bilməz orada. Ola bilər ki, bir bacının qardaşının övladıdır və o bacı qardaşın o nəvə olacaq, nəvə dediyi şəxslərin belə deyim də, atası və yaxud da anası nəvənin övladı olan şəxs ölmüş olsun. Yəni orada işin incəlikləri məsələsi var. O ölmüş olsun və orada bir mirasda məcbur pay hüququndan falan söhbət geçsin. Bu məsələni bilmək lazımdır. Yoxsa belə bu qeyd olunan məsələlər yoxdursa... Qeydiyyatda əsaslı heç bir şey edə bilməzlər. Qeydiyyatda əsas götürüb. Bir pay tələb eləyə bilməyəcəklər. Lakin orada qeydiyyatda qalıblar da onlar onsuz da yenə də. Aydındır. Deyir ki, rəhmətə gedən qardaşımın oğullarıdır. Belə yazıb izləyicimiz. Amma bu halda atasına nisbətdə nəvələrə pay düşə bilər, düzdürmü? Pay düşə bilər, ancaq o halda ki, bax bu bağışlanma həyata keçirilib, o bağışlanma həyata keçirilib. Vəsiyyətnamə edib. Vəsiyyətnamə edib. Belə başa düşüm sualda. Dedi ki, anam öz payını mənə bağışladı. Bağışlamadı, düzdür? Bağışlamadı. Həmin o bağışlamadan 2 il keçməmiş o nənə olacaq şəxs ölərsə, vəfat eləyərsə, o halda və o nəvələr iddia qaldıra bilərlər. Bayaq qeyd elədiyim mirasa məcburi pay, atalarına çatası mirasdakı məcburi payı istəyə bilərlər o vərəsələr.
Amma 2 il nəvələrdə keçdisə belə artıq söhbət bağlandı. Bəli, bağlandı. Rəsmi şəkildə sizin eviniz sayılacaq. Tam Ola olaraq bilər heç ki, kim hətta deyəcək qalmadı. 2023-də bağışlanıb, indi tarix bilmədim. 2023-də bağışlanıb, artıq 2026-da orada heç bir rol oynamayacaq artıq. Bir dinləyicimiz də soruşur 4 ildir atıb gediblər nənəni. Belə başa düşdüm ki, nənə hələ ki sağdır və bağışlanmadan da indi nə qədər müddət keçib 2 il keçiribsə və nənə də sağdırsa artıq ev tam sizin sayılır və iddia da qaldıra bilməyəcəklər. Keçmiş yoldaşım uşaqlara ev al deyə pul verib. Mən də almaq istəyirəm. Deyir ki, evi necə edim ki, öz adıma almalıyammı ki, necə edim ki, bölünmə filan məsələsi olmasın. Bir də sual oxuyuram. Yoldaşım uşaqlara ev al deyə pul verib. Mən də ailəliyəm. Evi öz adıma almalıyammı? Necə edim ki, bölgü və s. məsələ olmasın? Əgər övladlara belə qısa bir deyək, əgər övladlara bir əmlakdan zaten söhbət gedirsə, o ailənin də niyyəti o əmlakın övladlara alınması ilə birbaşa övladın adına alsınlar. Ən rahat yolu budur. Bu nə ər-arvad arasında bölgüyə imkan verəcək bir şey deyil, nə heç vaxt vərəsəliyə getməyəcək bir şeydir. Yəni bir sözlə də hansı övlada alınıbsa, həmin övladın öz adında olur əmlak və yaxud da 2 övlada alınıbsa, ikisinin paylı mülkiyyətində olur əmlak. Ən qısa yolu budur. Övladın öz adını almaq. Aydındır. Dinləyicilərimizdən gələn suallar var və baxaq görək, izləyicilərimiz burada yazıblar. Gün ərzində də gələn suallar var. Mən də bilmək istəyirəm ki, valideyn ata 2016-cı ildə vəfat edib. Amma 2011-də torpaq dövlətə keçə bilərmi? Sual tam deyil, anlamadım, amma siz başa düşdünüz yoxsa mən bilmək istəyərdim ki, valideyn. Dövlətə ümumiyyətlə belə deyək də, şəxsin bir vərəsəsi varsa, şəxsin miras əmlakının dövlətə keçirilməsi nəzərdə tutulmayıb. Şəxsin bir miras əmlakının dövlətə keçməyi üçün ancaq onun gərək bayaq qeyd elədik ki, bilirsən 5 növbə vərəsə var, dayı bu gedir ən sonda çıxır, hətta əmi, bibi, dayının uşaqlarına qədər gedir çıxır. Yəni bu şəxslərin heç biri olmamış olmalıdır. Ən sonda heç biri olmamış olmalıdır ki, dövlətə keçsin bu miras əmlakı. Hal-hazırda deyir, işləyir 36 il, olmazmı ki, işləməsin, pensiyaya çıxarılsın, qəyyumluğu var. Bu pensiya ilə bağlı olan məsələdir, bu spesifik mövzudur. Bunu sabahları inşallah müzakirə edəcəyik. Sırf pensiya, müavinət məsələsini yeri gəlmişkən buradan da anons etmiş olaq. O məsələni birlikdə müzakirə edəcəyik, qonağımız olacaq və siz də suallarınızı göndərə bilərsiniz. Deməli, bir dinləyicimiz də bizə ötən gündə sual yazıb, biz bu sualı dünən də səsləndirdik, amma bilməm, yəqin ki, cavabını eşitməyib, ya da bilməm, niyə təzədən həmin sualı göndərib. Deməli, bir dinləyicimiz də soruşur ki, keçmiş yoldaşım uşağı 4 ildir atıb gedib, uşaq da indiki yoldaşımı ana bilir. Uşağın da 6 yaşı var. Belə olan halda, sualın davamını da yazıb, davamlı bu halda deyir, ana ala bilərmi uşağı? O keçmiş ananı heç, yəni öz bioloji anasını heç tanımır, belə başa düşdüm ki. Yəni uşaq gözünü açıb, yəni bəyin ikinci xanımını ana görüb, ana da atıb gedib 6 yaşı var. Bunu məhkəmə nəzərə alacaqmı məsələn? Böyük ehtimal sualı verirsə, həmin ananın uşağını geri istəmək kimi bir niyyəti var. Sualı ana hələ istəmir. Ata soruşur ki, ana nə vaxtsa gəlib istəyə bilərmi? Deməli, orada həmin o ana olacaq şəxs müraciət eləyərsə, əlbəttə ki, məhkəmə o faktı araşdıracaq ki, onun özünə nasıl olan səbəbdən olub, özünə nasıl olmayan səbəbdən olub, hansı səbəbdən övladını gəlib götürə bilməyib. Yəni, bu məsələ ciddi şəkildə araşdırılacaq bir məsələdir. Və digər nüans da ondan ibarət ki, zaten 6 yaşı varsa, 7 yaşına 1 il qalıb. Bu məhkəmə mübahisəsi bugün başlasa belə, ən tez halda 1 il davam edəcək bir mübahisədir. Avtomatik olaraq uşağın 7 yaşı olacaq və 7 yaşından sonra zaten övladın seçim etməyi və sərbəst fikir bildirmək hüququ yaranır və artıq həmin övlad anasını istəməsə, atasından qalmaq istədiyini bildirsə, məhkəmə onu ataya verəcək. Yəni həmin dediyim kimi səbəb birinci ananın hansı səbəbdən ala bilməməsi məsələsi çox ciddi bir səbəbdir. Əgər bunun ananın könüllü arzusundan heç bir problemim olmadan deyim, səhhətindəmi deyim və yaxud da ki özünə asılı olmadan bir səbəb olmaq məsələsi yoxdursa, könüllü qoyub getmiş olarsa və uşaq da atasını istəyərsə, məhkəmə əlbəttə ki ataya verəcək. Yəni ana onu geri istəyə bilməyəcək. Bir dinləyicimiz də soruşur ki, nəvəmi övladlığa götürmək üçün kimə müraciət edək? Ümumiyyətlə belə bir hal qanunvericilikdə mümkündürmü? Qanunvericilikdə bir qadağa yoxdur. Sadəcə müəyyən məhdudiyyətlər var. Bu məhdudiyyətlər nədən ibarətdir?
son 5-10 ilə qədər deyək, çox kütləvi belə müraciətlər var idi. Nəvələri, baba və nənələr övladlığa götürürdülər. Lakin indi övladlığa götürməsi bəli mümkündür, amma ciddi şərtlərdən biri olan ibarətdir ki, o ata və yaxud da ki, ana biri vəfat etmiş olsun və yaxud da ki, cəzaçəkmə müəssisəsində olmuş olsun, ömürlük ola bilər, yaxud da çox 20 ildən çox məsələn cəzaçəkmə müəssisəsində ola bilər şəxs, ağır stasionar xəstə ola bilər. Yəni müəyyən hallar var ki, şəxsin uşağın valideynləri deyək də, uşağın ata və anası öz valideynlik vəzifələrini yerinə yetirmə iqtidarında olmasın. Bu halda məhkəmə o övladlığa götürmə faktını təsdiqləyərək nəvəni nənə babaya övladlığa verə bilər. Amma addım ataraq müraciət etmək istəyirsə, şəxsin müraciət etməli olduğu ilkin qurum Sosial Xidmətlər Agentliyidir. DOST xidmətləri vasitəsilə də buna müraciət edə bilər. O agentlik ilkin olaraq övladlığa götürmə məsələsinin uşağın mənafeyinə uyğun olub-olması barədə rəy verir. Yəni övladlığa götürən nədirsə də bu prosedurdan keçməlidir. Zaten Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən o şəxsə bu qaydalar, bu şərtlərin mövzu olub-olmadığı məsələsi ciddi şəkildə araşdırılaraq məlumat veriləcək. Bir dinləyicimiz də soruşur ki, əslində ötən gün bu sualı yazmışdı, biz vaxt edib çatdıra bilmədik, amma indi oxuyacağım o sualı. Deyir ki, yoldaşım məcburi köçkündür. Mən də onların üzərində qeydiyyatdayam. Ev növbəsində, kitabçada, siyahıda biz də varıq. Qaynana, qaynata, yoldaşım, mən və oğlum. Faktiki yataqxanada müvəqqəti qeydiyyatdayıq. Bir oğludur, hamıya bir yerdə ev veriləcək. Bizə görə 3 ya 4 otaq düşür. Biz olmasaqsa bir otaq. Yəni nənəyə, yəni qaynataya və qaynanaya. Eşitdiyimə görə ev veriləndən sonra oranı qızın həvəsinə verəcək. Yəni belə ailədə yəqin ki söz söhbət gəzir. Gələcəkdə bu mümkündürmü? Bizim xəbərimiz olmadan bağışlanma etsin ya da keçirsin başqasının adına. Açıqcası deyir, bu söhbətə görə mən imtina etmək istəyirəm, qeydiyyatdan çıxmaq istəyirəm. Yəni madam ki qız nəvənə verəcəksən, onda mənə görə 3-4 otaq alırsan, amma sonra da qız nəvənə bağırsan. Belə bir ailə məsələsi var. Və soruşmaq istədiyordu ki, mən qeydiyyatdan çıxa bilərəmmi? Və Qubçada deyir, biz də qeyd olunuruq, yoxsa deyir, təkcə qaynatanın adı qeyd olunacaq, yəni evdə olan şəxslər siyahısında. Buyurun. Deməli, sondan başlayaq. Bəli, sadəcə o mülkiyyətçi bir nəfər şəxs qeyd olunacaq, maksimum yəni ki 2 nəfər. İndi artıq orada necə bir növbədə durublar, o hissəsini diqqət vermək lazımdır. Böyük ehtimal ki, bu gəlinin və yaxud da ki, nəvələrin adı yazılmayacaq, bu hissəsi dəqiqdir. Qaldı digər məsələ, xəbəri olmadan keçməsi mümkündürmü? Xəbəri olmadan keçməsi hesab edirəm ki, yəni mümkünsüz bir prosesdə, özü də qeyd elədiyi kimi orada qeydiyyatdadır və o veriləcək, tutaq ki, mənzildə də qeydiyyatda olacaq və avtomatik olaraq o qeydiyyatda olduğu üçün onun xəbəri olacaq. Xəbəri olmamış o bağışlanma həyata keçirilə bilməyəcək. Sadəcə ola bilər ki, məsələn, vəsiyyətnamə qoysun ki, vəsiyyətnamədən bunları xəbəri olmasın, amma vəsiyyətnamə də olsa, bayaq da qeyd elədiyimiz kimi, onun həyat yoldaşını sual verən şəxsin həyat yoldaşının orada məcbur pay hüququ olacaq, o yenə də öz payını ala biləcəkdir. Qaldı ki, qeydiyyatdan çıxma məsələsi, qeydiyyatdan əlbəttə ki, istəyirsə çıxa bilər, amma hər bir halda qeydiyyatdan çıxıb tamam məhrum olmaqdansa, yəni daha böyük bir əmlakı əldə edib, ən azı bir hissəsini əldə etməyə adamın ümidi, belə deyim də, yaranır. Amma bir əmlakdan ki, sən tamam qeydiyyatdan çıxdın və daha kiçik bir əmlak verildi, burada artıq heç bir, yəni tamamilə ümid etmiş olur. Yox, istəyir ki, mənə düşməyəcəksə, onda mən də heç gəlmirəm, gedin o bir otaq, o da siz, bu nöqteyi nəzərdən deyir. Aydındır, amma az da olsa, axı ən azı bərabər də olsa, orada payların düşməyindən söhbət gedir. Yəni, xanımın özündə olmasa, onun yoldaşının orada bir payı olacaq. Bir dinləyicimiz də sual yazıb, bu suala qısaca cavab verək, reklam fasiləsində keçiş alacaq, amma sosial şəbəkədə olan izləyicilərimiz heç yerə getməsinlər, onların sualını reklam fasiləsində də səsləndirəcəm. Deyir ki, mən 2 mərtəbəli ev tikmişdim. Sənədsiz olduğu üçün ayrılanda əmlak bölgüsünə baxılmadı. Ev qaldı xanıma. Bu nə dərəcədə doğrudur? Deməli, burada məsələ nədən ibarətdir? Ev qaldı xanıma deyə bir anlayış yoxdur. Tutaq ki, bu sıralı verən bəydirsə və həmin evdən çıxıb gedibsə, o 3 il ərzində iddia qaldıra bilər və evə çəkilmiş xərclərin yarısını tələb edə bilər. Yəni, ya orada yaşamaq hüququ istəsin, geçsin, yaşasın o da, ya da ki, xərclərin yarısını tələb eləsin. Yəni, qanunvericilik o ev sənədsizdir deyə tərəfin birinə heç bir şey düşməyəcək, oradan heç bir pul da olsun düşməyəcək deyə bir belə deyim də anlayış müəyyən etməmişdir. Bizim qanunvericilikdə belə bir prinsip yoxdur və yaxud da ki, bununla baxılan çox saylı məhkəmə vasitələri var ki, qadın ola bilsin, çıxıb gedir, çıxarırsız əmlakda ona pul ayrılır, əstəğfurullah, və yaxud da tərsinə kişi çıxıb gedirsə, ona çatan pulu istəyə bilir. Faktiki olaraq şəxsi üçün verilməyib, qalıb xanımın. Yəqin ki, müraciət eləməyib axı.
Yəni bölgü ilə bağlı müraciət O eləməyib. bölgü deyil. Şəxslər bəzən bölgü kimi müraciət eləyirlər və axı orada çəkilən xərclərin yarısıdır. Bu tələblər Nə kimi müraciət etsə yenidən mübahisələndirilə çəkilmiş bilər. xərclərin yarısı. Ha, ona İddia görə- tələbini qoymalıdır, çəkilmiş xərclərin yarısı kimi. O iddia tələbini qoyur pay hüququ. Pay hüququnu da məhkəmə verə bilmir, çünki əmlakın çıxarışı Çıxarışı yox yox. ki, kiməsə pay Ha, verilsin. bu halda yəni təzədəndən əgər müraciət etsə Düzgün ki, iddia qaldırmalıdır. düzgün iddia qaldırmalıdır. Bu da necə olmalıdır? Deməli, necə dediniz adını, həmin iddianı? Çəkilmiş xərclərin yarısı. Çəkilmiş xərclərin yarısından bağlı iddia qaldırsaz, həmin tikdiyiniz və zəhmət çəkdiyiniz evdən sizə də ən azından 50% pay Bəli, düşəcək. bəli. Bizim isə reklam fasiləmiz olacaq radyo dinləyicilərimiz üçün. Qısa bir fasilədən sonra dinləyənlər üçün qayıdacağıq, amma izləyənlər üçün efirimiz davam edir. Radyo Vəkil proqramı qaldığı yerdən davam edir. Aparıcınız mən Xəyal Orucoğlu və bugünkü vəkil qonağımız Xəyalə Məmmədovadır. Suallarınızı ünvanlaya bilərsiniz. Bizə sosial mediadan, eləcə də WhatsApp-dan gələn suallar da var. Dinləyicilərimizdən gələn bir xeyli sual var. Hamısını ardıcılıqla səsləndirməyə çalışıram. Əksər dinləyicilərimiz, izləyicilərimiz öz suallarına cavab axtarırlar. Etibarnamə olmadan nikah şəhadətnaməsi ilə ər və arvad biri-birinin avtomobilini idarə edə bilərmi? Aha. Az öncəki sualımız yarımçıq qaldı, onu tamamlayayım. Hə, icazənizlə bu sualı zəhmət olsa cavablandırın. Onun davamını indi mən aydın. təzədən səsləndirəcəm, mümkünsə Deməli, cavab verərsiniz. Hazırki qeyd olunan sualda çox mübahisələrə səbəb olan suallardan biridir. Mən hüquqşünas olaraq, bir vəkil olaraq mövqeyim bundan ibarətdir ki, xeyr. Tutaq ki, yəni bununla bağlı ciddi məhkəmə mübahisələri olduğu işlər var. Çünki bir şəxs nigahda ola bilər, amma onun həyat yoldaşına o avtomobil vərəsəliklə keçmiş ola bilər və yaxud da ki, bağışlanmış ola bilər. Hansı ki, bu ər-arvadın axı orada payı olmadı. Biz qeyd edirik ki, hədiyyə olmuş və yaxud da ki, vəsiyyət vərəsəliklə keçmiş əmlakda ər-arvadın payı yoxdur. O halda tək nigah şəhadətnaməsi heç bir şəxsə hüquq verməz ki, avtomobili idarə eləsin. Və bu çox ciddi məsələdir. Və təsəvvür edin ki, maşını, avtomobili saxlayır hər hansı bir yol polis əməkdaşı. Yol polis əməkdaşı sadəcə nigah şəhadətnaməsinə və texniki pasporta baxmaqla heç vaxt onu müəyyən edə bilməz ki, bu miras əmlakdırmı və yaxud da ki, bağışlanıbmı. Ona görə mən hesab edirəm ki, o nigah şəhadətnaməsinin tək özünlə qəbul olunmaq etibarnaməsi çox ciddi qanun pozuntusudur. Bir dinləyicimiz soruşur ki, qaynatam yaşadığımız evi yoldaşıma bağışlama edib 2 ay olar. Nə vaxtsa geri ala bilərmi? Aha. Burada məsələ nədən ibarətdir? Bağışlanmış əmlak qanunvericilikdə bağışlanma müqaviləsinin ləğvi üçün əsaslar var. Yalnız bu əsaslar olduğu halda bağışlanma müqaviləsi ləğv oluna bilər. Yəni tutaq ki, qaynata fikrindən daşındı, gəlir məhkəmədə iddia qaldırır ki, mən bağışlanma müqaviləsini ləğv eləmək istəyirəm və əmlakı geri istəyirəm. Yəni sadəcə fikrindən daşındığına görə. Belə bir əsasdan ləğv eləyə bilməz. Amma bağışlanma müqaviləsinin ləğvi əsasları mövcud olarsa, o halda ləğv oluna bilər. Bağışlanma müqaviləsi və bağışlanma ləğv olunsa avtomatik geri qayıdacaq. Bu əsaslardan biri çox ciddi bir nədir? Ailədə öz övladına bağışlayıb və bir övladın özünün valideyn qarşısında belə deyim də bir vəzifələri var. Bəli. Tutaq ki, o kişini götürüb evdən çıxardır, onu köməksiz vəziyyətdə qoyur, nə bilim xəstədir, ağır müalicə almalıdır, onun müalicəsinə belə deyim də köməklik göstərmir və yaxud da ki, baxmır, faktiki olaraq qulluq eləmir, ciddi qulluğa ehtiyacı var, qulluqdan yayınır. Bu artıq öz valideyni qarşısında vəzifələrindən yayınmadır. Bu həmin o əsaslardandır, bəli, düzdürmü? bu əsaslardan biridir. Və yaxud da ki, onun ölümünə maraqlı olmasına dair, ölümündə cəhd göstərmək və yaxud da müəyyən bir formada da, yəni belə ləyaqətsiz vərəsə olaraq bir növ. Ləyaqətsiz vərəsə deyil də, yəni bağışlanma müqaviləsinin ləğv əsaslarında nəzərdə tutulan bir şeylərdir. Bu faktlar müəyyən olunarsa, belə bir əsaslardan tutaq ki, biri mümkündürsə, o halda məhkəmə onu ləğv oluna bilər. Dediyim kimi, sadəcə fikrindən daşınma heç bir şəxsə əsas vermir bağışlanmanın ləğvi üçün. Aydındır. Bir dinləyicimiz yazıb ki, deyir, ikinci yoldaşıyam, qızımız var, evi qızıma bağışlasa, birinci ailəsindən olan uşaqlara da pay bölgüsündə nəsə düşəcəkmi? Aha, bağışlama artıq həyata keçirilsə, tam olaraq qızın adına çıxarış olsa və bayaq qeyd etdiyimiz məsələ bağışlamadan 2 il keçdikdən sonra o ata ölərsə, heç bir kəs bir iddia eləyə bilməz.
Ancaq bağışlama olandan iraq olsun da çox qısa bir müddət, bir ay sonra, 2 il keçməmiş də bir sözlə o ata olan şəxs ölərsə, onun digər vərəsələri, digər övladları mirasa məcburi pay hüququ şəklində iddia qaldıra bilərlər. Ola bilər ki, cavan adamdır, məsələn, Allah ömür versin, yaşayar, məsələn 5 il sonra ölər, orada heç bir paydan söhbət getmir. Mənimdir babamın 9 övladı olub. Xalam da gizlincə özünü vərəsə elan edib. Notarius da ona vərəsəlik verib. 2021-ci ildə olub bu məsələ. Belə olan halda belə başa düşdüm ki, digər övladların pay hüququ məsələsini soruşur izləyicimiz ki, onlar necə olacaq? Bir nəfər getdi vərəsəliyi açdırdı, o birislər qaldı çöldə. Onlara pay düşmürmü? Deməli, 2021-ci ildə vərəsəliyin qəbulundan bağlı az öncə oxşar bir sual vardı. Orada da qəbul etmə müddəti anlayışı var idi və həmin vərəsələr belə deyim də, nənə ya da babaydı da indi o şəxsin öldüyünü bilə-bilə iddia qaldırmayıbsa, 9 övladın 8-i heç bir iddia qaldırmayıbsa, heç bir notariat orqanına müraciət edib vərəsəliyin qəbulu barədə ərizə yazmayıbsa, o halda onlar vərəsəliyin qəbul müddətini zaten ötürüblər deməkdir. 8 övladın heç birinin də ata və yaxud da anasının ölümündən xəbərdar olmaması da real deyil, düzdür? Bu halda o şəxslər vərəsəliyin qəbul müddətini sırf ötürdüklərinə görə mirasdan pay ala bilməyəcəklər. Yalnız burada nə istisna ola bilər? Mirası bayaqdan danışırıq, heç o məsələyə toxunmamışıq. Mirasın faktiki qəbulu deyilən bir anlayış var ki, bir dəfə belə bir oxşar bir məhkəmə mübahisəmiz olub. 9 övlad var idi doğrudan da 2 vərəsə mirası faktiki qəbul eləmişdi. Amma o 2 faktiki qəbul eləyən mirasın faktiki qəbulunda o müddətin ötməsi anlayışı yoxdur. 3 ay 6 ay ərzində müraciət eləməsə belə müddətin ötməyi anlayışı yoxdur. O 2 faktiki qəbul eləyən vərəsə və yaxud da bu 9 övladın içərisində də faktiki qəbul edən vərəsə varsa, yəni faktiki miras əmlakda yaşayan ola bilər, torpaqdan istifadə edə bilər, müxtəlif formalarda. Ancaq o vərəsə, faktiki qəbul edən vərəsə müraciət edə bilər ki, mən bilməmişəm ki, o vərəsəlik gedib açdırıb və tək şəhadətnamə alıb, tək çıxarış alıb və s. Mən indi bilmişəm, məhkəməyə müraciət edərək öz payını tələb edə bilər. Amma o 8-inin heç biri faktiki qəbul eləməyibsə, sadəcə o öz adına keçirən şəxs miras əmlakda yaşayırsa, digərlərinin hamısı vərəsəlik müddətini ötürüb deməkdir. Yəni üstündən bir xeyli vaxt keçib deyirsiniz. Bəli. Bir dinləyicimiz də soruşur ki, uşaq oxuyur, universitetdə 23 yaşı var, hər iki valideynini itirib, pulu kəsiləcəkmi? Pulun hansı puldan gedir söhbət bilmirəm. Yəqin ödənişlə bağlı nəsə bir güzəşt plan nəzərdə tutulur. Bəli, belə deyim də valideyn himayəsindən məhrum olan uşaqlar səbəbimizə 21 yaşına kimidir. 23 maksimumda yəqin ki 23-dür. Yəni 20-dən sonra zaten ala bilməyəcək. 23-dən sonra əmək qabiliyyəti də artıq o şəxs işləyə bilər və artıq özünü dolandırmaq və öz xərclərini qarşılamaq həddindədir. Dövlət müəyyən bir yaşa qədər şəxsin, uşağın xərclərini qarşılayır. Aydındır. Bir sualda oxuyuram. Dinləyicilərimizdən gələn suallar var və hamısını sadəcə olaraq vaxtımız yetmir ki, çatdırıb oxuyaq. Sabahlarda burada olacaq inşallah və gələn və qalan sualların hamısını oxumağa çalışıram. Bir dinləyicimiz də bizdən sosial WhatsApp-dan daha doğrusu yazıb ki, mən 4 il bundan qabaq əmlakımı nəvəmə bəxş etmişəm. Bəxşiş sadə yazılıb. Gəlinim əmlakımı nəvəmə verdikdən sonra evdən getdi. 2 ildən çoxdur kirayə yaşayır. Oğlum da uşaqları ilə birlikdə gəlinimin yanındadılar. İndi mən əmlakı geri qaytara bilərəm ya yox? Onu da deyim ki, nəvəmin qəyyumu gəlinlə birlikdə, oğlum da qəyyumdur. Oğlum əmlakı geri qaytarmaq istəyir. Anladınız mı sualı? Biraz qarışıq gəldi. Çünki orada dedi ki, sadə qaydada bağışlamışam və belə başa düşdüm ki, o bağışlanmış əmlakda notariusun olmayıbsa, əlbəttə ki, yəni geri qaytarma mümkündür. Çünki zaten qanunverici hələ ki verilməni tanımayıb orada, bağışlamanın özünü hələ ki qəbul eləməyib. Birinci bu məsələ var. Notarial yoxdursa əgər. Qaldı ki, notarial varsa və faktiki olaraq o bağışlanmış miras əmlakdan çıxıb gediblərsə, bəli, belə deyək, və bu nənənin də istəyi varsa onun qaytarılması və onlar da qaytarılmaqdan imtina edirlərsə, çünki çox qaranlıq qalan çox məqam oldu və onlar da imtina edirlərsə, nəvə tərəf imtina edirsə, çünki sonda elə bir cümlə işlətdi səfərlərimizə ki, qaytarmaq istəyir, oğlan da qaytarmaq istəyir, amma tək oğlanın qaytarmaq istədiyi ilə olmur da. Məsələn, az yaşlıdırsa, onun həm anası, həm atası miras əmlakın notarial qaytarılması üçün belə deyək də, bağışlama müqaviləsinin ləğvinə qol çəkməlidir. Ata qol çəkirsə, ana qol çəkmirsə, bağışlamanın ləğvini yenə gerçəkləşdirə bilməyəcək. Onda son çarə notarial bağışlama müqaviləsi varsa, son çarə bayaq dediyimiz məsələ qalır ki, bağışlama müqaviləsinin
ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmaq. Ləğvi ilə bağlı iddia qaldırsa, qanunvericidə qeyd olunan yenə də ləğvə əsaslarını yoxlamağa çalışacaqlar. Əsaslar yoxdursa, qanunvericilikdəki əsaslar bağışlamanın ləğv əsasları yoxdursa, o müqavilə ləğv olunmayacaq. Bir dinləyicimizə soruşur ki, mənim məhkəmə yaşama hüququmu tanıyır. Bu halda mənim imzam olmadan evi satmaq və ya bağışlanma oluna bilərmi? Yaşamaq hüququnu tanıyırsa, böyük ehtimal ki, həmin şəxs orada qeydiyyatdadır. O halda onun imzası olmadan orada bir satma və yaxud da ki, bağışlama həyata keçirilməsi qanunsuz olacaq. Atam 25 il etibar verib mənə və rəhmətə gedib. Evdə qeydiyyatda olub, amma yaşamayanları mən çıxara bilərəmmi qeydiyyatdan? Orada etibar namə, şəxs atası artıq ölübsə, heç bir etibarnamədən söhbət gedə bilməz. Miras əmlakdırsa da, miras əmlak vərəsəliklə keçməlidir vərəsələrə. Artıq vərəsə olan şəxs bir qeydiyyatdan çıxama üçün iddia qaldıra bilər. Tutaq ki, o halda müəyyən eləyəcəklər ki, qeydiyyatdan çıxarmaq istədikləri şəxs kimlərdilər, orada pay hüququ olan şəxslərdirmi, yoxsa yoxmu? Yəni mərhələ orada həll olunmalı məsələlər var. Amma tək etibarnamədən söhbət gedirsə, ola bilər ki, məsələn, çıxarışı olmayan əmlakdır, etibarnamə deyirsə. Çıxarışı olmayan əmlakdırsa, heç kəs oradan qeydiyyatdan çıxara bilməyəcək. Çünki onun hələ ki mülkiyyətini təsdiq edən sənəd yoxdur ki, kimsə oradan qeydiyyatdan çıxartsın. Aydındır. Beləcə yekunlaşdırırıq. Təşəkkür edirik sizə Xəyalə xanım. Çox sağ olun. Nəfəs almadan bütün suallara cavab verdiyiniz üçün ayrıca minnətdarıq sizə. Təşəkkür edirik izləyicilərimizə də bizi izlədikləri üçün və dinləyicilərimizdən və izləyicilərimizdən gələn suallardan qalanlar oldu. Təəssüf ki, hamısını çatdırıb oxuya bilmədik. Həmişə olduğu kimi bugün də suallarımız kifayət qədər çox idi və məqsədimiz və məramımız insanlarımızın maariflənməsi istiqamətində müəyyən bir dəstək olmaqdır. Bütün vəkillərimizə, eləcə də sizə ayrılıqda təşəkkür edirik ki, gəlirsiniz, bizim bu istiqamətdə olan suallarımızı cavablandırırsınız. Radio Vəkil proqramını dinləyirdiniz. Aparıcınız mən Xəyal Orucoğlu idi. Sabah yeni vaxtda yenidən eşidilmək ümidi ilə hələlik.